Salam, hörmətli müəllimlər, xoş gördük sizləri. Bu gün 17 iyun 2026-cı ildir və 2026-cı ilin sertifikasiya imtahanları artıq bu gündən etibarən başlanıldı. Bu günün suallarını sizlər üçün toplamışıq. Onu da qeyd edim ki, hal-hazırda sizlər üçün Word-da topladığım bu sualları düzgün cavablar ilə birlikdə istəsəniz, ekrandakı nömrə ilə WhatsApp-dan əlaqə saxlaya bilərsiniz. Rahat şəkildə tam təmənnasız sizə yönləndirəcəm. İndi isə keçək suallarımıza. Deməli, birinci sualımız sinifin effektiv idarə edilməsinə aiddir. Dərs zamanı şagird davamlı olaraq səs salır, müəllimin sözünü kəsir və müxtəlif hərəkətlərlə bütün diqqəti özünə çəkməyə çalışır. Sinifin idarə olunması və effektiv öyrənmə mühitinin təşkili baxımından müəllimin hansı addımı atması daha məqsədə uyğundur? A. Şagirdin bu davranışını görməzdən gələrək dərsi davam etdirmək və onun aktivliyinin öz-özünə azalmasını gözləmək. B. Valideynlə əlaqə saxlayıb məktəbə çağırmaq və şagirdin intizam qaydalarına əməl etməsini birbaşa ondan tələb etmək. C. Dərsdən sonra şagirdlə təkbətək söhbət edərək bu davranışın kökündə duran real səbəbi müəyyənləşdirmək və birlikdə həll yolu tapmaq. D. Şagirdi dərsin gedişatını pozduğu və intizamsızlıq etdiyi üçün dərhal sinifdən çıxararaq məktəb rəhbərliyinin yanına göndərmək. Y. Şagirdin diqqətini dərsə cəlb etmək və enerjisini müsbətə yönəltmək məqsədi ilə ona dərhal sinifdə xüsusi bir təşkilati vəzifə vermək. Baxın yoldaşlar, ümumiyyətlə sinifi effektiv idarə etmək üçün biz qayda, prosedur, gözləntilərdən ona görə istifadə edirik ki, dərsdə şagirdlərin diqqəti yayınmasın, dərs pozulmasın, fasilələr, keçidlər rahat olsun və eyni zamanda şagirdlər üçün vaxt itkisi yaranmasın. İndi əgər burada şagird səs salırsa, bizim bunu görməzdən gəlməyimiz əksinə daha çox şagirdin diqqətinin yayınmasına və daha çox vaxt itkisinə səbəb olacaq. Çünki şagirdlər dərsi qavramaqda da artıq çətinlik çəkməyə başlayacaq. Eyni zamanda bizim hər hansı bir problemi həll etmək üçün ardıcıllığımız belədir. Birinci, biz həmişə şagirdlə fərdi şəkildə danışmalıyıq. Başqalarının yanında yox, fərdi şəkildə təkbətək. İkinci, biz psixoloqdan məsləhət almalıyıq. Sonra valideynə müraciət etməliyik, sonra rəhbərliyə. Yəni problem olan kimi rəhbərliyə qaçmaq, valideynə müraciət eləmək bu düzgün yanaşma deyil. Yəni bizim düzgün cavabımız olacaq C variantı. Həqiqətən də dərsdən sonra şagirdlə təkbətək söhbət eləyək və bir yerdə müəyyənləşdirək. Bunun səbəbi nədir və həll yolu tapaq. Ki zaten variantlarda digər bir şərt altında verilsəydi, bu zaman təbii ki biz gözlənti səsləndirməliydik. İndi isə düzgün cavabımız birbaşa C variantıdır. İkinci sualımız idraç taksonomiyasına aiddir. Şagirdlər mətni oxuyurlar, bilmədikləri sözlərin mənasını lüğətdən araşdırırlar və daha sonra həmin sözlərin mətndə hansı mənada işləndiyini öz sözləri ilə şərh edirlər. Azərbaycan dili müəllimləri çox gözəl bilər ki, ümumiyyətlə ikinci məzmun xəttində sözün kontekstə uyğun mənasının izah edilməsi demək olar ki, bütün siniflərdə özünü göstərir. Burada sadəcə olaraq anlama mərhələsi əsas götürülür. Niyə? Çünki yəni burada şagirdin lüğətə baxıb öz sözlərlə izah etməsi bizə anlama mərhələsini verir. Eyni onun bənzəri üçüncü sualımız. Şagirdlər mətni oxuyurlar, bilmədikləri sözlərin mənasını lüğətdən araşdırırlar və daha sonra həmin sözləri fərqli situasiyalara uyğun yeni cümlələrdə işlədirlər. Burada da yenə bilmədikləri sözün mənasını lüğətdən araşdırırlar, amma artıq burada nə edirlər? Fərqli situasiyalara uyğun yeni cümlələrdə işlədirlər. Yəni artıq burada bir tətbiq var. Zaten söz verildiyi üçün, verilmiş bir sözdən cümlə yaratdıqlarına görə biz burada yaratmağa qaçmırıq. Çünki burada yeni cümlələr yazılsa da heç bir fərqi yoxdur. Sadəcə olaraq müəllim bir sözü keçib və tapşırır uşağa ki, görəm hələ bu sözün mahiyyətini düzgün başa düşürmü ki, onu özü cümlədə işlətsin. Bu da bizə tətbiq etməyi verir. Deməli, düzgün cavabımız burada Y variantı. Tətbiq etmək. Dördüncü sualımıza baxırıq. Azərbaycan dili dərsində şagirdlər mətni oxuyarkən oradakı təşbeh və metaforların işlənmə məqamlarını təhlil edirlər. Deməli, bizdən inteqrasiyanı soruşur. Baxın, mətni oxuyarkən, oxu məzmun xətti, ikinci məzmun xətti. Təşbeh və metafor, bədii təsvir ifadə vasitələri ədəbiyyat dərsidir. Başqa da heç bir şey yoxdur. Sadəcə bir dənə ikinci məzmun xəttidir, başqa məzmun xətti yoxdur. Deməli, biz burada ancaq nə axtarırıq? Fənlər arası. Cavabımız olacaq yalnız fənlər arası 4B variantı. Beşinci sualımıza baxırıq.
Azərbaycan dili dərsində şagirdlər verilmiş mətni oxuyur, mətndəki köməkçi nitq hissələrini növlərinə görə qruplaşdırır və eyni zamanda mətndə işlənmiş təşbeh və metaforları təhlil edirlər. Burada mətni oxumaq ikinci məzmun xəttidir. Köməkçi nitq hissələri dördüncü məzmun xəttidir. Təşbeh və metaforlar ədəbiyyat dərsidir. Deməli, burada oxuyursan ikinci, köməkçi nitq hissələri 4. 2, 4 nə oldu? Fəndaxili, üfüqi. Çünki məzmun xəttləri arasında əlaqə fəndaxili üfüqini verir. Bu üfüqi. Bir də ədəbiyyatla əlaqələndirdiyi nə oldu? Fəndaxili və fənlər arası. İndi burada üfüqi yazılmayıb, ona görə də birbaşa Y variantı. Fəndaxili və fənlər arası inteqrasiya olur bizim cavabımız. Altıncı suala baxırıq. Yenə də taksonomiya sualı. Müəllim şagirdlərə Xurşudbanu Natəvan əsərindən bir epizod təqdim edir. Natəvanın xalqın rifahı naminə, mülkündən və şəxsi xoşbəxtliyindən imtina etməsi. Müəllim şagirdlərdən tələb edir ki, bu addımı mənəvi baxımdan böyük fədakarlıq yoxsa rasional baxımdan strateji bir gediş olduğunu müəyyənləşdirmək üçün obrazın dialoqlarındakı tarixi faktlar ilə müəllifin subyektiv mühakimələri bir-birindən ayırsınlar və bu qərarın arxasında duran daxili ziddiyyətləri üzə çıxarsın. Baxın, burada bir şeyi biz hissələrə bölürük, parçalayırıq, qarşılaşdırırıq. Düzdürmü? Dərindən analiz edirik. Burada analiz var. Deməli, cavab nədir? Təhlil etmək. Verilmiş faktlardan çıxış edirik də, faktlar əsasında mühakimə yürütmək nə deyir? Deyir, obrazın dialoqlarındakı faktlar ilə müəllifin subyektiv mühakimələrini, düzdür? Faktlar əsasında mühakimə yürütmək, yəni mətndən fakt gətirmək və ya müəllifin mövqeyini müəyyənləşdirmək təhlil etməkdir və məntiqi təfəkkürdür. Deməli, cavabımız nə olacaq? B variantı. Eyni 7-ci sualımıza baxırıq. Müəllim Xurşudbanu Natəvan dramındakı Natəvan və Şahnaz xanım obrazlarının cəmiyyətə, idarə etməyə və islahatlara baxış sistemini lövhədə qarşı-qarşıya qoyur. Qoy, bu olsun təhlil. Şagirdlərə tapşırır ki, hər iki obrazın fəaliyyət proqramını humanizm, iqtisadi səmərç və xalqın maraqları meyarlarına əsasən qarşılaşdıraraq dövrün tərəqqisi baxımından hansı modelin daha üstün və doğru olduğunu müdafiə etsinlər. Bax indi, bu meyarları qoydum, dəyərləndirmək, ən üstün olduğunu dedim, təhlil etmək, müdafiə elədiyim dəyərləndirmək. Elə bil təhlil etməklə dəyərləndirmək bir-biri ilə yarışırlar. Bəs yaxşı, biz hansını götürək? Biz deyirik ki, taksonomiya suallarında ən üst səviyyə hansıdır? Onu götürməliyik. Çünki taksonomiyada yuxarıdakılar aşağıdakılara ehtiva edir, aşağıdakı mərhələlər yuxarıdakılara ehtiva eləmir. Ona görə də təhlil etməkdən üstünü dəyərləndirməkdir. İkisi varsa mən hansını götürəcəm? Dəyərləndirmək. Düzgün cavabımız nə olacaq? 7-də C variantı dəyərləndirmək. 8-ci suala baxırıq. Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aid deyil? Tədris ilinin, yarım ilin və ya bölmənin əvvəlində keçirilməsi düzgün. Şagirdlərə mövcud bilik bacarıq səviyyəsini müəyyənləşdirmək mövcud olduğuna görə düzgün. Tədris prosesi boyu şagirdin fəaliyyətini mütəmadi olaraq izləmək və inkişafını qeyd etmək formativ qiymətləndirmədir. Formativ fəaliyyətin dəyərləndirilməsidir. Ona görə C variantı formativa aiddir. Deməli, düzgün cavabımız 8-də nə olacaq? C variantı. D-də deyir təlim strategiyalarını və dərsin planlaşdırılmasını təmin etmək. Y-də deyir şagirdlərin fərdi xüsusiyyətlərini və öyrənmə ehtiyaclarını aşkar etmək. Gəlin bir də yaddaş olsun deyə, çünki hələ sertifikasiya imtahanlarımız qabaqdadır. Yadımıza salaq. Diaqnostik qiymətləndirmə iki məqsədlə aparılır. Şagirdlərin ilkin bilik bacarıq səviyyəsini müəyyənləşdirmək və şagirdlərin fərdi xüsusiyyətini müəyyənləşdirmək. Bunların da hər birinin öz səbəbi var. Yəni mən ilkin bilik bacarıq səviyyəsini müəyyənləşdirirəm ki, barometr rol oynayır da mənim üçün. Yəni illik planlaşmada saatların sayını artırıb azaldır. Şagirdlərin fərdi xüsusiyyətləri öyrənirəm ki, hansı təlim strategiyalarından istifadə edəcəyimi, dərsi necə planlaşdıracağımı bilim. Uşağın intellekti, öyrənmə tərzi, həyata baxışı, səviyyəsi, hər şeyi bunun əsasında müəyyənləşdirirəm. 8-ci sual C variantı, keçirik 9-cu sualımıza. Deməli, burada nə deyir? Müəllim dərsin reallaşdırılması mərhələsində şagirdlərə öyrənilən mövzu ilə bağlı müstəqil iş tapşırığı verir. Tapşırığın icrası zamanı müşahidə aparan müəllim müəyyən edir ki, sinifin çox az hissəsi tapşırığı doğru yerinə yetirib. Əksər şagirdlər isə eyni tipli ciddi səhvlərə yol verib. Səmərəli dərs planlaşdırılmasının prinsiplərinə əsasən müəllimin növbəti addımı necə olmalıdır? Ümumiyyətlə, gəlin bir şey yadımızda saxlayaq. Bu formativ qiymətləndirmə nəyə xidmət edir? Təlim nəticəsinin reallaşdırılmasına.
Mən təlim nəticəsini reallaşdırmaq üçün formativdən istifadə edirəm. Yəni mən qarşıma qoymuşam filan dərsi bilik bacarığı şagirddə formalaşdırım. Onun üçün formativ, yəni formalni şagirdləri müşahidə edirəm. Kim başa düşdü, kim başa düşmədi, kimin harda çətinliyi var, qırıqlıq var, boşluq var və dərhal müdaxilə edirəm. Formativ bunun üçündür. Və əgər bir dərsdə əksər uşaqlar səhv eləyibsə, nə etməliyəm? Mən geri dönüş eləyib həmin dərsi yenidən izah eləməliyəm. Çünki formativ bunun üçündür da. Yəni müşahidə edirəm, gördüm ki, başa düşmədi, bir də izah edirəm. Başa düşmədi, bir də izah edirəm. Yenə başa düşmədi, bir daha izah edirəm. Lazım gəlsə dərsin üstündə qalıram. Lazım gəlsə keçmiş dərs, gələcək dərsimə həmin alt standartı əlavə edirəm ki, zaten dövlət bunun üçün mənə deyir ki, bir dərsdə 3-6 standart maksimum reallaşdıra bilərsən də. Yəni məsələn, burada alınmadı, bir hissə qavramayıb eləyib. Amma burada əksər hissə dediyinə görə mən nə etməliyəm? Dərsin gedişatını dəyişməliyəm. Deməli, mənim planımda nəsə bir qarışıqlıq var. Nəyisə mən nəzərə almamışam və dərhal çeviş dəyişikliyi eləməliyəm. Fərqli üsullara müraciət elə, öyrənmə tərzi, intellekt, müxtəlif səviyyəli tapşırıqlar, necəsə bunu nəzərə almalıyam. Variantlara baxırıq. Görək müəllim burada nə edə bilər. Sinifin əksəriyyətinin çətinlik çəkdiyini nəzərə alıb, cari dərsin təlim nəticəsini daha sadə bir məqsədlə əvəz etmək. Yox. Tapşırığı doğru yazan azsaylı şagirdlərin cavablarını sinifdə müzakirə etmək və illik plandan geri qalmamaq üçün növbəti fəaliyyətə keçmək. Yox. Differensial təlimi təmin etmək üçün tapşırığı yazanlara daha mürəkkəb, yazmayanlara isə dərhal səviyyələrinə uyğun sadələşdirilmiş tapşırıq vermək. Yox. Çünki bu uşaq dərsi başa düşməyib, sən ona köklənməlisən. Dərsin gedişatını çevik şəkildə dəyişmək, çətinlik yaradan məqamı fərqli üsulla yenidən izah etmək və müvəqqəti dəstək tətbiq etmək. Bizim düzgün cavabımız D variantı. Yəni bir növ elə bil ki, mənim izahımı D variantına yerləşdiriblər. Y variantı nə deyir? Səhv edən hər bir şagirdə fərdi şəkildə gələcək yönümlü konstruktiv rəy verməklə dərsi yekunlaşdırmaq. Olmaz. 9-cu sualımız D variantı. Keçdik 10-cu sualımıza. Bu əslində doğru yanlış cədvəlidir. Sadəcə cədvəl formasında deyil, amma eyni ardıcıllıqla yazmışam ki, sizdə də çətinlik yaratmasın. Nə deyir? Tənqidi təfəkkürlə bağlı uyğunluğu müəyyənləşdirək. Doğrunun altında yazılıb. İnformasiyanı qəbul edərkən və ya hər hansı məsələni təhlil edərkən subyektiv mülahizəni obyektiv sübutlardan ayıra bilmək. Bəli, subyektivi obyektivdən ayırmaq həqiqətən də mənə tənqidi təfəkkürü verir. Ona görə də biri düzgün götürürəm. 2. Qarşı tərəfin arqumentlərindəki zəif nöqtələri və boşluqları tapmaq, hər bir fikrə şübhə ilə yanaşaraq onun qüsurlarını üzə çıxarmağa çalışmaq. Bu olmaz. O el arasında tənqid etmək deyirlər, pərt etmək, bir səhv tapmaq, həmin səhvlə adamın üstünə getmək. O deyil. Yəni tənqidi təfəkkür deyil. Ona görə də 2 səhvdir. Deməli, doğrudan biri götürdü. İndi yanlışa baxaq. Qarşıya çıxan çətin bir problemin həllində mövcud standartlardan kənara çıxaraq fərqli alternativlər irəli sürmək. Bu alternativ yaratmağa aiddir, yaradıcı təfəkkürdür. Ona görə 3 səhvdir. Ki zaten cavabımızda nə oldu? 1, 3. Amma 4-ü də sizin üçün səsləndirim. İnsanın öz düşüncə fəaliyyətinə kənardan baxa bilməsi, qəbul etdiyi qərarlardakı şəxsi qərəzliyi, xətaları və stereotipləri müəyyən edib qiymətləndirməsi. Təbii ki, düzgün cavabdır. Ona görə də 4 düz olduğuna görə, amma yanlışın altında olduğuna görə götürmürük. Cavab olur 1-3, 1-3 də avtomatik B variantı. Və gəldik 11-ci suala. Müəllim ədəbiyyat dərsində şagirdlərə oxuduqları əsərin əsas ideyası ilə bağlı müzakirə sualı ünvanlayır. Şagirdlərin mövzu haqqında təsəvvürlərinin olduğunu, mövzunu anladıqlarını müşahidə etsə də, onların böyük əksəriyyəti öz fikirlərini şifahi şəkildə ifadə etməkdə, cümlə qurmaqda və mülahizələrini əsaslandırmaqda ciddi çətinlik çəkirlər. Müəllimin atacağı ən effektiv addım hansıdır? Baxaq. Deməli, A. Müəllim mövzunu özü geniş şəkildə izah etməli, şagirdlərdən isə sadəcə olaraq deyilənləri dəftərlərinə qeyd etmələrini tələb etməlidir. Heç vaxt ola bilməz belə bir şey. Müəllim şagirdlərə fərdi qaydada yanaşmalı, danışmaqda çətinlik çəkən şagirdləri ayağa qaldıraraq fikirlərini tam ifadə edənə qədər onları gözləməlidir. Düşünmə gözləmə vaxtının düzgün verilmədiyini açıq-aşkar göstərir. Bu heç vaxt ola bilməz. Müəllim sinifdə interaktiv üsullardan istifadə etməli, şagirdlərə əvvəlcə fikirlərini qeyd etmək, daha sonra yoldaşı ilə bölüşmək imkanı yaradaraq tədricən auditoriya qarşısında danışmağa hazırlanmalıdır. Şeyə oxşuyur da, düşün, cütləş, bölüş, paylaşa. Bu düzgün cavabımız ola bilər. Təbii baxaa görə ən səmərəli başqası varmı? Fikrini ifadə edə bilməyən şagirdlərin valideynləri ilə əlaqə saxlayıb evdə uşaqlarla daha çox nitq üzərində işləmələrini tapşırmalıdır.
Yəni axırıncı variant eləyə bilər, amma bu indi dərsdə ediləsi şey deyil də. Yəni dərsdə qoy zəng eləyim olmur axı. Müəllim bu situasiyanı görməzdən gəlməli, qəti şəkildə dərsin proqramından geri qalmamaq üçün yalnız ən fəal və yaxşı danışan 2-3 şagirdlə dərsi davam etdirməlidir. Xeyr, bu inklüzivliyi başlı başına pozar. Düzgün cavabımız 11-də C variantıdır. Deməli, biz sizlər üçün bu gün 11 dənə təxminən sual hazırlamışıq. Daha doğrusu müəllimlərin dediklərinə əsasən hazırlamışıq. Təbii müəllimlərimiz də stressli olurlar. Hər biri sualı əzbərə bilmir, amma biz 11 dənəsini sizlər üçün topladıq. Düzgün cavablarını da eyni şəkildə sonda qeyd etmişəm. İstəsəniz təbii WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ya da elə bir mənli olaraq baxıb, ən azından bu 25-nə kimi kimlər ki imtahanda iştirak edəcək, onlarda bir təsəvvürün formalaşması üçün lazımdır. Bu günlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.